Salamlar, hepinizi xoş gördük, değerli dostlar, əziz abunəçilərim. Bugün salamlarımı göndereceğim, xüsusi salamlarımı göndereceğim Həməşayeva Zərbinaz qızımıza. Çox maraqlı adı da var, soyadı da var. Və yəqin ki, yeni abunəçilərimizdəndir. Mehparə İsmailzadəyə salamlarımı göndərirəm. Mehparə qızımıza buradan salamlar. Günay Məmmədli balamıza salamlar. Gülsüm Məmmədəliyeva qızıma salamlar. Onda adı tanışdı. Bir neçə dəfə yəqin ki, görmüşəm burada. Adını çəkmişəm. Banu qızımıza salamlarımı göndərirəm. Və hər zamanki kimi gözəl abunəçim Aysel Baxışova qızımıza da salamlarımı göndərirəm. Buradan sizlərə sevgimi, saygımı göndərirəm. Qucaq dolusu salamlarımı göndərirəm. Hər birinizə uğurlar arzu oluram. Kanalıma abunəçi olan, olmayan bütün izləyicilərimə, bütün dərslərimdən yararlanan şagirdlərimə və yaxud da müəllimlər ola bilər və yaxud da ki, coğrafiyada maraqlanan abituriyentlər ola bilər. Hər birinə buradan salamlarımı göndərirəm. Hər kəsin, bütün Azərbaycan xalqının bayramını təbrik edirəm. Ola bilsin ki, bayram vaxtları sırf bu dərslərdən çəkə bilmədim, amma kanalımda müxtəlif dərslər paylaşacağım. Ona görə indidən təbrik eləyim. Hər birinizin bayramını təbrik edirəm. Həm çərşənbəniz, həm Novruz bayramınız, həm də Ramazan bayramınız mübarək olsun. Hər zaman süfrəniz bol, rozulu, bərəkətli olsun. Xeyirli bayramlara, gözəl illərə sevdiklərinizlə birlikdə çıxasınız. Hər zaman xəyallarınızdakı o bayramlar nəsibiniz olsun. Bol uğurlar arzu oluram hər birinizə, işlərinizlə, dərslərinizdə və həyatınızda. Gəlin dərsimizə keçək. Dərsimiz uşaqlar, iqlim qurşaqları nədir və necə yaranır mövzudur. Bundan əvvəl danışmışdıq iqlim xüsusiyyətlərdən və iqlim əmələ gətirən amillərdən danışmışdıq. Hansı ki, coğrafi enlik dedik, sonra su və quru üzərində, yəni ərazinin relyefidir, okean cərəyanlarıdır. Bunlar hər biri ərazinin iqliminin formalaşmasına təsir edən amillərdir. Bundan danışmışdıq. İndi iqlim qurşaqlarından danışacağıq. Biraz daha böyük məfhum. Ancaq onu deyim sizə ki, əvvəlki iqlim qurşağı mövzuları çox mürəkkəb olurdu. İndi sizdə çox sadə formada veriblər. Bu uşaqların biraz yaralı yeri idi iqlim qurşaqları. O Alisovun iqlim təsnifatıdır. İndi ancaq keçəcəyik biz Köpen'in iqlim təsnifatı, Vladimir Köpen. Baxaq görək nədir bu iqlim qurşaqları. İqlim qurşaqları oxşar iqlim xüsusiyyətlərinə malik olan, oxşar iqlim xüsusiyyəti, ümumiyyətcə iqlim xüsusiyyəti nədir? Yəni temperatur, təzyiq, rütubətə malik olan. Biz demişdik axı bunu. İqlim xüsusiyyətləri nədir? Buna malik olan və enlik boyu uzanan böyük ərazilərdir. Enlik istiqamətində uzanan, yəni ekvatordan qütblərə doğru uzanan böyük bir təsnifat. Baxın, burada ekvatordan qütblərə doğru iqlim qurşaqları bir-birlərini əvəz eləyir və eyni iqlim xüsusiyyətlərinə malikdir. Onlar iqlim əmələ gətirən müxtəlif amillərin qarşılıqlı təsiri nəticəsində yaranır. İqlim əmələ gətirən amilləri də bu dərsimizdə bayaq adlarını çəkdiyim kimi coğrafi enlikdir, relyefdir və s. Və alimlər bu amilləri nəzərə alaraq yer kürəsinin müxtəlif iqlim qurşaqlarına bölürlər. İqlimşünas Vladimir Köpen tərəfindən hazırlanmış iqlim təsnifatı temperatur və yağıntı göstəricilərinə əsasən, yəni biz iqlim xüsusiyyətlərinə temperatur, təzyiq və rütubət demişdik. Rütubət yəni havadakı su buxarı yağıntını göstərir. Köpen bunu tərtib eləyərkən təzyiq yox, temperatur və yağıntı göstəricilərini nəzərə almışdı, əsas götürmüşdü. Hazırda Köpen tərtib etdiyi iqlim bölgüsü dünyanın əksər ölkələrində təbii şəraitin və onun iqtisadiyyatının müxtəlif sahələrinə təsirini öyrənməsi məqsədilə istifadə edilir. Allah razı olsun Köpendən. Həqiqətən Alisovun iqlim təsnifatı çox mürəkkəb idi. Amma Köpenin tərtib etdiyi iqlim təsnifatında biraz daha sadəlik var, daha uyğunluq, daha asanlıq var deyərdik. Burada öyrənmək daha asandır. Çünki həqiqətən Alisovun iqlim təsnifatı çox mürəkkəb idi, çox hissələrə bölünmüşdü, yarım tipləri çox idi. İnanıram ki, elə bu şəkildə də qalacaq, bu qaydada gedəcək. Çox xoşuma gəldi bu bölgü. Köpenin tərtib etdiyi iqlim bölgüsü dedi ki, dünyanın əksər ölkələrində istifadə olunur. Deməli, bu təsnifata görə yer kürəsi 5 əsas iqlim qurşağına bölünür. Hansı iqlim qurşaqlarıdır? Tropik iqlim qurşağı, quraq iqlim qurşağı, mülayim, kontinental və qütb iqlim qurşağına bölünür. Burada rənglər əsasən də görürsünüz ki, qırmızı rəngdə olan yerlər tropik işıqlama, daha doğrusu iqlim qurşağıdır. Qələmimizi götürək. Bura tropik iqlim qurşağıdır.
Əvvəllər ekvatorial iqlim qurşağı deyirdik bu arada. Quraq iqlim deyəndə biraz yuxarılar tropikləri göstərir. Tropiklər nəzərdə tutulur. Bu ərazilər hansı ki səhra yaranan yerlərdir. Quraq iqlim qurşağı gördüyünüz kimi Avstraliya materikində quraq iqlim qurşağı daha böyük ərazini əhatə edir. Burada qeyd eləyək, bunu biraz yuxarıya çəkək. Bax, bura tropik iqlim qurşağı daha çoxdur. Daha doğrusu quraq iqlim qurşağı. Mülayim iqlim qurşağı. Gördüyünüz kimi bu ərazilər mülayim iqlim qurşağındadır. Yaşıl rəngdə Avropanın böyük bir hissəsi, Cənub-Şərqi Asiyada. Kontinental iqlim qurşağı Şimali Amerikada, Avrasiyada çox geniş yer tutur və qütb işıqlama qurşağı, iqlim qurşağı yenə də Şimali Amerikada və Avrasiyanın deməli Şimal Buzlu Okean sahillərində geniş yer tutmuşdu. İndi hansı materikdə desək ki, soyuq iqlim qurşağı yoxdur, və ya kontinental yoxdur, bunu çəkmək istəyirəm. Hansında yoxdur? Qütbdür, kontinentaldır. Bunlar Avstraliyadır, Afrikadır. Bir balaca şeydə yüksək dağlıqlarda var. Cənubi Amerikada Ant dağlarında var, amma digər materiklərdə ümumiyyətcə yoxdur. Bu Avstraliyanın Antarktidada ümumiyyətcə yoxdur. Avrasiyada, Şimali Amerikada göründüyü kimi hamısından var. Belə. Daha sonra burada tapşırıqları izah edəcəm mən sizə birazdan. İqlim qurşaqlarının xüsusiyyətlərini fərqləndirmək üçün iqlim xəritələrindən və iqlim diaqramlarından istifadə olunur. Bu da iqlim diaqramıdır. Biz yadınıza gəlirsə keçmişdik. Bax, bu iqlim diaqramını izah eləmişdim hətta bir dəfə. Deməli, iqlim xəritələrində müxtəlif ərazilərə aid olan iqlim göstəriciləri təsvir edilir. Bu göstəricilərə orta illik temperatur, yağıntı, rütubət biz demişdik. Bu göstəricilər nə oldu? Temperatur, yağıntı, rütubətlik səviyyəsi, küləyin istiqaməti və sürəti haqqında məlumatlar verilir. Baxın, gördüyünüz kimi bax, bu xəritədə B şəklində həm yağıntının miqdarı göstərilir, həm izotermlər verilir. Yəni orta illik temperatura malik nöqtələri birləşdirən xəttlərdir bunlar. Bunlara deyirlər izotermlər. Həm də küləyin istiqamətləri isti küləkdir, soyuq küləkdir. Baxın, yəni mavi və yaxud da qırmızı rəngdə göstərilən yerlər də küləyin istiqamətini göstərir. Və deyir ki, burada iqlim göstəriciləri ərazidə iqlimin necə olduğunu müəyyən etməyə imkan verir. Bu hissə bilirsiniz ki, Azərbaycanın cənub-qərb hissəsidir. Qarabağ, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan hissəsi, bir də Naxçıvan ərazisini göstərir. Burada iqlim diaqramları ilə müəyyən bir məntəqə üçün temperatur və yağıntının il ərzində necə dəyişdiyini qrafik şəkildə göstərir. Bu diaqramlar deməli mövsümi dəyişkənlikləri və iqlimin əsas xüsusiyyətlərini daha sadə və anlaşıqlı formada göstərir. Yəni bu daha detallı göstərir. Nəinki bu xəritə, bu ümumilikdə götürür ki, məsəl üçün Azərbaycanda hansı iqlim daha çox yaranır? Quraq iqlim məsəl üçün daha çoxdur. Kontinental var, mülayimi var. Ancaq bu iqlim diaqramı biraz daha açır bu hissədə. Əsasən temperatur necə dəyişir? Yay mı çox istidir, qış mı çox soyuqdur, yoxsa temperatur ortalama olur? Harda daha isti, hara daha soyuqdur? Məsəl üçün bax, burada gördüyünüz kimi Ağcabədi, Aran rayonları 14 dərəcədir. Məsəl üçün də artıq getdikcə dağların başına doğru, Kəlbəcərə və yaxud da Laçına doğru getdikcə temperatur artıq mənfiyə düşür. Bunları göstərir ki, yəni Şuşadır, soyuq ərazilər, Kəlbəcər, Laçın, dağlıq ərazilərdə də temperatur aşağı düşəcək, onu göstərir. Bugün biz dərsimizi ümumiyyətlə 3 hissəyə böləcəyik. Yəqin ki, hissədə müəllimləriniz belə keçəcək. Uşaqlar, biz tropik iqlim qurşağından danışacağıq. Deməli, iqlim göstəriciləri qrafikdə daha necə dəyişdiyini qrafik şəkildə göstərir. Bu diaqramlar mövsümi dəyişikliyi və iqlimin əsas xüsusiyyətlərini sadə və anlaşılır formada dedik ki, göstərir, anlaşılır formada göstərir. Bugün danışacağıq tropik iqlim qurşağından. Tropik ekvatora yaxın olan əraziləri müşahidə bizim əvvəlki ekvatorial iqlim qurşağımızdır. Əziz abituriyentlərim, yəqin ki, dinləyənlər əgər o barədə onları dinləyirsə, onlar 100% başa düşəcəklər mən nə demək istədiyimi. Düzdür, qəbul imtahanına hələ ki bu sadə dillə düşməyəcək sizlərə. Bunu gözləməyin. Hələ sizə Alisovun iqlim təsnifatından düşəcək, amma artıq 7-lərə inanıram ki, yeni nəslə bu sadə diaqramdan düşəcək. Gəlin tropik iqlim qurşağına baxaq. Ekvatora yaxın ərazilərdə müşahidə edilir. İl boyu yüksək temperatur, bol yağıntı və yüksək rütubət. 80%-dən çox rütubət müşahidə edilir. Bu qurşaq üçün xarakterikdir. Gecə-gündüz, eləcə də fəsillər arasında temperatur fərqi aşağıdır. Hətta gecə-gündüz arasında fərq demək olar ki, olmur. Çünki ekvatoriala yaxın olan ərazilərdə hər zaman günəş daha böyük bucaq altına düşür. Gecə ilə gündüz arasında fərq çox olmur. Havanın orta illik temperaturu 18 dərəcədən aşağı düşmür. 25-26 dərəcə arasında dəyişir uşaqlar. Nəinki 18 dərəcə, baxın. 25
dərəcəli izoterim göstərir və aşağıda da görə bilirik ki, iqlim diaqramında da baxın, bu şeyi göstərir, temperaturu göstərir. Digər mavi rəngdə olanlar isə yağıntını göstərir. Yağıntı il boyu demək olar ki, bərabərdir, bol yağıntılıdır. Nisbətən iyun, iyul, avqust aylarında yəni bir balaca aşağı düşür, amma aşağı düşmək deyil. Əslində temperatur yenə də, yağıntı yenə də il boyu bərabərdir. Hansı ərazilər üçündür? Gördüyünüz kimi Şimali Amerikanın cənub hissəsidir, Cənubi Amerikanın şimal hissəsi və özü də böyük bir hissəsidir Cənubi Amerikada. Afrikanın mərkəzidir və Avrasiyanın cənub-şərq hissəsi biraz da Avstraliyanın şimalında var. Tropik iqlim qurşağına rast gəlinir uşaqlar. Burada da İkitos, baxın, Perun ərazisində yerləşir, rütubətli ekvatorial meşələrdir. Yəni buna artıq tropik iqlim qurşağı deyəcəyik. Cəngəllikləri, qısacası cəngəllikləri göstərir. Bitki heyvanlar aləmi ilə çox zəngindir. Hətta həmin ərazilər çox bataqlıq bölgədir uşaqlar. Yağıntı o qədər çox düşür ki, heyvanlar belə ağaclarda yaşayırlar, torpaqda yaşaya bilmirlər, düşünün. Burada insanın ayağı dəyməyən yerlər belə var. Amazon meşələri, Kongo meşələri buna nümunə göstərmək olar və yaxud da İndoneziyaları deyə bilərik. Belə, gəlin suallarımıza baxaq. Bugün hələ ki 5 sualımız. Növbəti dərsimizdə bu izah etmə, quraq iqlimi izah edəcəm sizlərə. Keçək suallarımıza. Aha, suallarımız necədir? Deməli, ilk öncə fonda gedən o səs-küydən biraz rahatsız ola bilərsiniz. Çünki bizim həyətimizdə futbol saatıdır. Futbol oynayan uşaqların səsləridir. Mən onlara təbii ki, mane ola bilmərəm. Ona görə o səs gələrsə, onları da başa düşmək lazımdır. Dünyanın iqlim qurşaqlarına məni də başa düşün. Dünyanın iqlim qurşaqlarına bölünməsinin səbəbi nələrdir? Səbəb odur ki, yer kürə formasındadır. Ona görə ekvatorun qütblərə doğru günəş şüaları düşmə bucağı kiçilir. Və ona görə də coğrafi enliklər üzrə müxtəlif iqlim qurşaqları yaranır. İqlim qurşaqları buna görə yaranır. Dərslikdə də vardı. Köpen yer kürəsini iqlim qurşaqlarına ayırarkən hansı göstəricilər əsas almışdı? Mən demişdim bayaqlar ki, temperaturla yağıntının paylanmasını əsas götürərək demişdi bu sözü. Yəni daha doğrusu tərtib etmişdi xəritəni. A xəritəsinin əsasında sualları cavablandırın. İqlim qurşaqları hansı xüsusiyyətlərə görə fərqlənir? İqlim qurşaqları yerləşməsinə, temperaturuna, yağıntı və rütubətinə və bunlardan asılı olaraq yayılan bitki örtüyü heyvanlar aləminə görə fərqlənir. Heç siz burasını deməsəniz də olar. Bu bitki heyvanlar aləmi ona əsasən onsuz ki yayılıbdır. İqlim qurşaqlarının yerləşməsinə, temperatur, yağıntı, rütubətə əsasən. Mülayim iqlim qurşağının geniş yayıldığı qitələr hansılardır? Bayaq göstərdik. Mülayim iqlim qurşağı Avropada, Şimali Amerikada, Asiyada və Cənubi Amerikada. Siz o xəritəyə baxaraq rənglərə əsasən özünüz görəcəksiniz ki, mülayim iqlim qurşağı hansı materikdə daha çox, daha genişdir. Quraq iqlim qurşağı, bəs quraq iqlim qurşağı harda daha geniş yayılmışdır? Bu iqlim əsasən Afrikada, Asiyada və Avstraliyada daha geniş yayılmışdır. Yalnız bir iqlim qurşağının yayıldığı qitə hansıdır? Bu qitə təbii ki Antarktidadır. Tamamilə qütb enliklərində yerləşdiyi üçün burada qütb iqlim qurşağı yayılmışdır. Hansı enlikdə kontinental və qütb iqlim qurşaqlarına rast gəlinmir? Təbii ki, hansı qitədə daha doğrusu? Qitə olaraq Avstraliya bayaq da göstərdik. Avstraliya qitəsində bunların heç biri yoxdur. B nöqtəsinə əsasən sualları cavablandırın. Deməli, xəritədə hansı iqlim göstəriciləri təsvir edilmişdir? Yağıntıların miqdarı, izoterim və küləyin istiqaməti. Zaten onun yarısında, yanında da göstərilir bunlar hamısı. B sualında, B tapşırığı deməli, temperaturun ərazi üzrə paylanmasında hansı qanuna uyğunluq vardır? Temperatur bilirik ki, ərazidə düzənlik hissədən yüksək dağlığa doğru orta illik temperaturun azalmasını müşahidə edilir. Bunu müşahidə edirik çünki dağlara günəş şüaları daha az bucaqdan düşür. Ona görə də düzənlikdən dağlara doğru temperatur aşağı düşür və hava seyrəkləşir hündürlük artdıqca bu arada. Xəritə üzərində yağıntılar necə paylanmışdı? Maşallah səsdən də ki dərs keçmək olmur. Xəritədə düzənlik hissədən yüksək dağlara doğru yağıntıların miqdarında artma baş verir. Həmin xəritədə baxdığımız bayaqki xəritədə. C şəkli və qrafik əsasən sualları cavablandırın. Şəkildə nə təsvir edilmişdir və bu mənzərənin yaranma səbəbi nədir? C şəklində enliyarpaqlı və sıx tropik meşələri, yəni ekvatorial meşələri, əvvəlki dövrün ekvatorial meşələri, cəngəlliklər və yaxud da deyə bilərsiniz, cəngəlliklər təsvir olmuşdu. Bu mənzərənin yaranmasının səbəbi burada il boyu rütubət və yağıntının çoxluğudur. Yəni yağıntı boldur, istilik çoxdur. Ona görə də bu ərazidə həmin cəngəlliklər formalaşır, əzizlərim. Hətta bayaq dediyim kimi ayaq dəyməyən yerlər belə var orada. Qrafikdə temperatur və yağıntılar il boyu necə dəyişir? Temperatur yağıntının maksimum, həmçinin minimumlar arasında fərq çox azdır. Belə deyək də,
Ən yüksək temperatur, ən alçaq temperatur arasında fərq azdır. Çünki orada hər zaman temperatur çoxdur. Həm temperatur, həm yağıntı demək olar il boyu bərabər paylanıb. Siz bu hissəni yox, elə bax bu sözü yazsanız bəsdir. Həm temperatur, həm yağıntı il boyu bərabər paylanmışdı. Tropik iqlim qurşağında yağıntının miqdarını hesablayın. Biz oradakı göy rəqəmlərə fikir versək, qrafikdəki göy diaqramlara baxsaq, onların hamısını toplayanda axırda eləcə 2910 millimetr yağıntının miqdarı millimetrlə hesablanır. Məsəl üçün, birinci ay 275, ikinci ay 250, sonra 325 bu şəkildə davam eləyir və cəm olacaq 2910 millimetr. Bunu yəqin ki anladınız nə demək istəyirəm. Baxın, söhbət buradakı iqlim diaqramından, buradakı bax bu göy diaqramlardan, xətlərdən söhbət gedir. Bunların hamısı görün hansı təxmini iqlim, daha doğrusu yağıntının miqdarını göstərir təxmini. Baxın sağ tərəfə və ona uyğun olaraq uyğunlaşdırıb yazırsınız. Məsəl üçün də deyək ki, hamısının zirvəsinə baxın. Hər birinin zirvəsinə diqqət edin. Hara uyğun gəlir, ona uyğun yəni düzəldib yazırsınız. Ona uyğunlaşdırıb yazırsınız. Belə. İnanıram ki, hər birinizə aydın oldu. Hər birinizə uğurlar arzu oluram. Gələn dərsimizdə də yenidən görüşmək ümidi ilə şərhlərinizi gözləyəcəm.